günlərim sizə Ofeliya Babayevanın Azərbaycan şeirini səsləndirəcəm. Azərbaycan, yanar odum, gür ocağım, şəfək payım, işıq selim, nur ocağım, bol çörəklim, xoş diləklim, ömrüm, günüm, tarixlərdən eşidilən səsim, ünüm, tunç biləkli genç nəlin nərgidim, müdrik babam, Qorqud dədəm, ər öldüm, al qırmızı lalələrin qızıl qanım, sənsiz məyər ötüşərmi bir canım, gözəllərin gül bənzi dağ laləsi, göy dənizdə qağayılar gül haləsi, sevənlərin diləyimi boz bulaqlar, öpər yulur sularını gül dodaqlar, darxanda rahatlığım, dəyanətim, seviləndə eşqim, sevgim, sədaqətim, çətin anda həm köməyim, həm dayağım, zülmətlər yarıb gələn gürməyağım, zirvəsinə əl çatmayan uca dağım, min ətirli bar getirən bağçam, bağım, xoş talim, şirin arzum, dadım, duzum, kainata nur çiləyən damımızım. Mən Dərgahlı Nəzrin bugün sizə Hükmə Billurinin Salam Azərbaycan şeirini deyəcəm. Salam Azərbaycan, sənə min alqış, səninlə açılır hər bir səhərim. Yapış əllərimdən, anam tək yapış, mənim bəxt ulduzum, tale ülkərim. Salam Azərbaycan, uzaqlarda da gəzdirir xəyalım, gəzdirir məni. Səndən uzaq olan torpaqlarda da o böyük əmalım gəzdirir məni. Salam Azərbaycan, dünyamsan mənim. Ey mənim sönməyən odum, ocağım, camalı nur saçan ulu vətənim, ata ocağımsan, ana qucağım. Salam Azərbaycan, eşitsin cahan, sənin bir zərrəni vermərəm yadan. Mən həyat alıram od varlığından, səndən əziz olan varmı dünyada? Dünyadan köçəndə hər bir sənətkar, onun son arzusu, son sözü qalır. Mənim də qəlbimin bir istəyi var, o bir nəğmə kimi qalxıb ucalır. İstərəm ömrünün çırağı yansın, bayraq tək göylərə ucalasan sən. Min illər yurdunun ocağı yansın, dünyanın özü tək qocalasan sən, dünyanın özü tək qocalasan sən. Mən Qulizadə Ülkər, 5 nömrəli tam orta məktəbin 8B sinif şagirdiyəm. Nəbi Xəzinin İstiqlal marşını sizə səsləndirəcəyəm. Göz astığım qədim torpaq, dayağımsan sən dünyada. Doğma anam, ey mehriban, ey qəhrəman Azərbaycan. Addım addım qucağında odlu sellər çağlasa da, həsrət qaldın sən işığa, zaman zaman Azərbaycan. Yad ellilər damla damla al qanını sordu sənin. Kimlər sənin göz dikmədi torpağına Azərbaycan? Bayrağını indirdilər, ancaq özü deyilmədin. Alqış bugün o ucalan, bayrağına Azərbaycan. Səhər kimi cavan sənsən, tarix kimi qoca sənsən. Fatihləri diz söktürən, vüqarımsan Azərbaycan. Öz müqəddəs dağlarından günəş kimi uca sənsən. Yer üzündə mənim odlar diyarımsan Azərbaycan. Səhərlərin qoy açılsın təzə nurlu bahar ilə. Gələcəyə mərd addımla, uğurla get Azərbaycan. Şəhidlərin al qanından lalə atmış yollar ilə. İstiqlalın sabahına qürurla get Azərbaycan. Müəllif Nəriman Həsənzadə, şeirim Azərbaycan. Sən
əbədi bir ocaqsan, Azərbaycan. Yaşadıqca yanacaqsan, Azərbaycan. Beşiyin bir ana boynu, doğma, isti bir qucaqsan, Azərbaycan. Ruhum mənim, laylam mənim, Azərbaycan. Bu dünyada dünyam mənim, Azərbaycan. Bu dağ mənim, o dağ mənim vətənimdir. Tüstülənən ocaq mənim vətənimdir. Sərhəd bölübdülər. Bölünməyən torpaq mənim vətənimdir. Sən mənimsən, mən də sənin, Azərbaycan. Övladıyıq bir vətənin, Azərbaycan. Zaman səs ver bu günlərin harayına, Xan Arazın, ana külün harayına. Biz çatmasaq, kim çatacaq qaçqınların, köçkünlərin harayına? Sən arxasan, sən dayaqsan, Azərbaycan. Qalx deyəndə qalxacaqsan, Azərbaycan. Şeir İbrahim İlyas'ın Karşınızda Bir Ömür Sayılı Duruşundayız şeiridir. Karşınızda bir ömür sayılı duruşundayız. Vətən sizə can dedi, vətənə can verdiniz. Damarları tepinmiş torpağa kan verdiniz. 30 il, 30 yerden yaraları çatlayan millete 44 günde şefayla şan verdiniz. Adınızla tarihe mühürlendi bu payız. Karşınızda bir ömür saygı duruşundayız. Bir çağrışı bes etti Ali Başkomandanın. Yüzillere ten oldu, hükmüne bak bir anın. Vahimeden yağlar perem oldular. Hanesi büyüdükçe seçtiğiniz yılalın. Adınızla tarihe mühürlendi payız. Karşınızda bir ömür saygı duruşundayız. Beni vətən savaşı yeryüzü görmemişti. Ne dağı, ne deresi, ne düzü görmemişti. Bu halk 10.950 yaşayıp 10.950 gündüzü görmemişti. Adınızla tarihe mühürlendi bu payız. Karşınızda bir ömür saygı duruşundayız. Kan ara sizi gördük, gehenleri bağladı. Köhne hüdaferinin şahe kalktı tavları. O taydan bir ün koptu, yer göy lerzeye geldi. Bu tayda ucalınca senin zafer bayrağın. Adınızla tarihe mühürlendi bu payız. Karşınızda bir ömür saygı duruşundayız. Azgın düşmanlarına soxları çıktı yer. Avrupa diş qıcadı, Asya getdi küyə. Ancaq 1'e 5 arttı gücünüz, qüdrətiniz. Hər zaman yanındayız saygırınca Türkiye. Adınızla tarihe mühürlendi bu payız. Karşınızda bir ömür saygı duruşundayız. Nerenizden Şuşada kaya koptu, daş yandı. O gün daş karalmadı, karalacak daş yandı. Demir yumruğunuzun zərbindən yer titredi. Otlu nefesinizden düşmən başa baş yandı. Adınızla tarihe mühürlendi payı. Karşınızda bir ömür saygı duruşundayız. Yüreğim parçalansın, üzüm av olsun dedi. Hiç neyimiz olmasın, Qarabağ olsun dedi. Bundan büyük ibadet görünmeyip cahanda. Şehit doğan analar vətən sağ olsun dedi. Adınızla tarihe mühürlendi bu payız. Karşınızda bir ömür saygı duruşundayız. Azerbaycan adını sinenizden astınız. Yeni tarih yaradıp yeni dastan yazdınız. Gazi huzurlarıdır artık secde yerimiz. Şehit mezarlarıdır en müqəddəs andımız. Adınızla tarihe mühürlendi bu payız. Karşınızda bir ömür saygı duruşundayız. Bugün size
sizə Bəxtiyar Vahabzadənin bayraq şeirini söyləyəcəm. Torpağın üstünə kölgələr salan, mənim varlığımın cilası bayraq, zəfərdən doğulmuş Göytükdən qalan, qurtbaşlı bayrağın balası bayraq. Üç rəngli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövrü qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağım orada tikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar onun hüzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma sancılan hilal, aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan hilal. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tən görüm, yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görüm. Mən Süleymanlı Rauf Mehmanoğlu, bu gün sizə Vahid Həsinin Bilirsənmi Vətən nədir şeirini səsləndirəcəm. Bilirsənmi vətən nədir? Gözəl ömür sürməli yer. Qürubu, qaşı, vəsməli, sübhü gözü sürməli yer. Bilirsənmi vətən nədir? Ululardan qalan sərvət, ləyaqətdir, əqidədir. Dünya malı gəldi gedər, vətən mülkü həqiqətdir. Bilirsənmi vətən nədir? O sərkərdə, millət, ordu, şan şöhrətin qürurundur. Nuru ata çırağından, adı həyat uğrundur. Bilirsənmi vətən nədir? Yanında olanda sənin, uzaqlarda xatirəndir. Cin günündə cənnət məkan, dar günündə sipər olub, uğrunda can verməlidir. Bilirsənmi vətən nədir? Bəxtinə yazılan yazın, ağsaqqalın, ağ birçəyin, ev eşiyin, oğlun qızın. Bilirsənmi vətən nədir? Otda yanmaz, suda batmaz. Səhərlər gözü qırmızı, biz yatarıq, vətən yatmaz. Bilirsənmi vətən nədir? Mövcudluğu təntənədir. İndi bildin vətən nədir? Hafız mənim çox gözəl incələdi. Mən elə bilirəm ki, bizim elə hamımızın fikri eynidir və biz qərarı da eyni çıxartdıq. Yəni çox çətindir. Sizin hər biriniz əziyyət çəkmişsiniz, şeirləri öyrənmişsiniz. Təbii ki, 10 nəfərin içərisindən biz seçməliydik 3 nəfər. Yəni yenə deyirəm, heç bir, yəni hər biriniz bizim balamızsınız və sizlə qürur duyuruq. Valla bizdən olsa biz heç kimi kəsməzdik, amma iş elədi ki, biz seçməliyik onu. Seçim mərhələsi var, seçim qoydular bizim qarşımıza. Biz də seçdik və obyektivliyi də onda gördünüz ki, yəni bu təşkilatçılar özləri də kənarda dayandılar. Tam o səlahiyyəti bizə verdilər, sağ olsunlar ki, o seçimi biz eləyək. Yəni inanın ki, bu tam obyektiv şəkildə biz öz münasibətimizi bildirəcəyik, biz öz fikrimizi deyəcəyik seçimimizdən. Mən elə bilirəm ki, hər kəs də razı qalacaq. Heç kəs qırılmasın, heç kəs inciməsin, heç kəs ruhdan düşməsin. Yəni, mən keçmədim, siz hər biriniz qalibsiniz, mən yenə deyirəm. Hər biriniz elə o şeirləri ki, əzbərdən öyrənmişsiniz. O böyük şansdır sizin üçün, böyük qalibiyyətdir sizin üçün. Hər birinizi bağrıma basıram və hər birinizdə keçən-keçməyən, hər birinizi təbrik edirəm və inanıram ki, gələcək mərhələlərdə də o keçməyənlər də keçəcəklər inşallah. Sağ olun. Salam, mən Nuriyev Mətləb, Qubadlı Xətal İlkət Tam Orta Məktəbinin şagirdiyəm. Bugün sizlərə Elvin Elxanoğlu'nun Əziz Şuşa şeirini deyəcəm. Əziz Şuşa, sən azadsan, torpağında yağı gəzmir. Dağlarının zirvəsində o qara bulutlar əsmir. Səni azad etmək üçün bil ki, dastan yazılıbdır. Əl uzadan düşmənlərin məzarları qazılıbdır.
Bundan sonra xarı bülbül qorxa-qorxa atmayacaq. Qədim Şuşa qalasına düşmən ayaq basmayacaq. Gözəl Şuşam, sən azadsan. Sağalıbdır yaraların. Artıq sənə qovuşubdur doğmaların, yaxınların. Salam, mən 22 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Məmmədli Fatimə İnqilab qızıyam. İcazənizlə mən Elvin İntiqamoğlu'nun İtkin Əskər Anasının monoloqu şeirini demək istəyirəm. Çörək keçmir sualların boğazından. İtəm bəxtim, hardasan? Nə yeyirsən, nə içirsən? Şəhidlər də sağ-salamat gəldilər. Sən nə vaxta çatarsan? Hansı kəndi keçirsən? Mən də dözümlüyəm bala. Sən açsansa mən də acam. Sənə qurban olsun ana. Sənə qurban olsun bütün çörək qırıntıları. Şəkillərin sildiyim əllərimi açıram sənə Allah. Mən oğlumu bayrağa, oğlum məni torpağa. Verməmiş öldürmə məni. Ölüsünü, dirisini görməmiş öldürmə məni. Bircə əsir düşməsin. Razıyam qara olsun. Gözlərimin ümidli göy yaşları, əllərimin qırmızı duaları, ürəyimin yaşıl sıxıntıları. Salam, mən Nuriyev Mətləb, Qubadlı Xədəlikət tam orta məktəbinin şagirdiyəm. Bugün sizlərə Elvin Elxanoğlu'nun Əziz Şuşa şeirini deyəcəm. Əziz Şuşa, sən azadsan. Torpağında yağı gəzmir. Dağlarının zirvəsində o qara buludlar əsmir. Səni azad etmək üçün bil ki, dastan yazılıbdır. Əl uzadan düşmənlərin məzarları qazılıbdır. Bundan sonra xarı bülbül qorxa-qorxa atmayacaq. Qədim Şuşa qalasına düşmən ayaq basmayacaq. Gözəl Şuşam, sən azadsan. Sağalıbdır yaraların. Artıq sənə qovuşubdur doğmaların, yaxınların.